Sabahınız xeyirli, gününüz uğurlu olsun, hörmətli izləyicilərimiz. Artıq bilirsiniz, ənənəvi olaraq efrimizin bu saatında studiyamızda qonaqla davam edirik. Amma bugün qonaqlarımız var və icazənizlə onları sizlərə təqdim edin. Bugün studiyamızın qonaqları Peşə Təhsili üzrə Dövlət Agentliyinin İctimaiyyət Əlaqələr sektoruna müdir Aytən Səfər Əliyeva və eyni zamanda agentliyin peşə təhsilinin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Kənan Həsənli bizimlədir. Xoş gəlmişsiniz, sabahınız xeyirli olsun. Sabahınız xeyir. Bugün elə biz izləyicilərimizdən soruşduq ki, sizə görə özünüzə ən uyğun peşə hansıdır? Çünki bəzən zaman bilirsiniz də, biz tamam fərqli bir sahəni gənçkən seçirik, yönləndirməklə və s. Sonra isə müəyyən bir dövrdən sonra insan başa düşür ki, yox, əslində mənim xasiyyətim, xarakterim, bacarığım, qabiliyyətim tamam fərqli bir ixtisasdadır. Və bugün peşə təhsili düşünürəm ötən dövrlərə nisbətən günümüzdə daha aktualdır və insanlar peşə təhsilinin artıq önəminin fərqindədirlər. İstəyirəm bir daha Aytən xanım, peşə təhsilinin əhəmiyyətinə toxunaq, bir daha qoy izləyicilərimiz də izləsin. Çünki bu elə bir dövrdür ki, hazırda universitetlərin qəbul imtahanlarından da balları açıqlanır. Tam da yəni dövrün və zamanın üzərinə düşübdür. İzləyən izləyicilərimiz, abituriyentlərimiz varsa ki, hansı ki qəbul imtahanlarında ürəklərincə bal toplamayıbdır, amma heç narahat olmayın. Bəlkə də sizə uyğun peşə tamam fərqli bir sahədədir. Aytən xanım, siz eşidək. Xoş gördük bir daha. Təşəkkür edirəm dəvət üçün. Ümumiyyətlə belə birbaşa giriş eləsəm, peşə gələcəyə yatırımdır. Peşə artıq özünün o stereotiplərini qırıb, alternativ olub. Yəni, balımı yığmadım, eybi yoxdur, peşəyə gedim deyə bir stereotipi biz artıq qırmışıq. Peşə bugün həm dövrün, həm zamanın, həm də dəyişən əmək mühitinin, əmək bazarı mühitinin tələbidir. Bizim çağırışlarımız nədən ibarətdir? Həm valideynlərə, həm uşaqlara, həm belə deyək, bir şey götürənlərə peşə seçmək uşaqlıqdan başlayır. Gərək valideyn uşağına baxsın, uşağını kəşf eləsin, uşağının güclü, zəif tərəflərini görsün, uşağının boş vaxtında hansı işlərlə məşğul olduğunu görsün və anlasın ki, bu uşağın yolu nədir, istiqaməti nədir. Ondan sonra, bilirsiniz də, uşağı yönləndirmə valideyndən başlayır. Ondan sonra uşağı ya özü yönəldibsə ona dəstək verməyə, ya da yönəltməyə dəstək olmağa ki, uşaq öz yolunu tapsın. Çünki peşə həm gələcəyə yatırımdır, bayaq dediyim kimi, həm də insanın özünü tapmasıdır. Yəni, peşə təhsili tək diplom vermir. Peşə təhsili eyni zamanda sənin öz yolunu göstərir. Sənin gələcəkdə, tutaq ki, sahibkar olman üçün sənə artıq bir cığır açır. Çünki sən həm öyrənirsən, həm təlim keçirsən. Eyni zamanda sənin müəyyən bacarıqlarını, kollektiv bacarıqlarını, o yumşaq bacarıqlar dediyimiz, soft skills dediyimiz yumşaq bacarıqlarını formalaşdırır. Həm səni əmək bazarına erkən tanıdır. Bizim peşə təhsilində də bununla yanaşı, biz artıq bayaq dediyim kimi o stereotipləri qırmışıq. Həqiqətən də kifayət qədər peşə təhsilinə maraq göstərən gənclərimiz var. Çünki onlar artıq, belə deyək də, əvvəlki gənclik kimi deyirlər. Onlar artıq dərk eləyirlər ki, mənim bugünkü seçimim sabahki yolumdur. Bizim bu peşə təhsilində həm təhsil, həm tədrislə, həm təlimlə yanaşı, eyni zamanda bu uşaqlara, bu gənclərə kommunikativ bacarıqlar da öyrədirik ki, sən bugün peşəkar olmaq üçün hər hansı bir özünə yatırım, təhsil, təlim, tədris alırsansa, sən bunu satmağı da bacarmalısan, öz kontentini yaratmalısan. Bununla da bugün sənin, tutaq ki, müəyyən bir seçimin, özünü kəşf eləyərək müəyyən bir seçimin səni sabahın sahibkar eləyə bilər. Ki, eləyir də. Bax, çox doğru qeyd elədiniz ki, bugün bu sahəyə stereotiplər var idi, peşə sahəsi, yəni əvvəlki valideynlərə, əvvəlki dövrün valideynləri hər kəs istəyirdi ki, övladları mütləq şəkildə ali təhsil olsun və biz bunu hər zaman deyirik ki, diplomu olmaq və yaxud hər hansı bir universiteti bitirmək gələcəkdə uğurlu bir iş həyatın olacaq və yaxud yaxşı qazancın, gəlirin olacaq demək deyil. Əsas məsələ odur ki, sən sənə uyğun bir sahəni tapasan və orada irəliləyəsən, insan doğru öz qabında olanda daha uğurlu olur əlbəttə ki. Və bugün qəbul prosesi necədir? Kənan bəy, istəyirəm siz ondan danışasınız. Ümumiyyətlə, o proses necə gedir? Bax, izləyən izləyicilərimizdə harada məlumatlar toplaya bilərlər, daha ətraflı? İlk öncə onu qeyd edim ki, artıq 5 ildir ki, peşə təhsili müəssisələrinə tələbə qəbulu tam onlayn şəkildə mərkəzləşmiş qaydada aparılır. Bu ildə eyni qaydada olaraq portal.edu.az platforması vasitəsilə iyul ayının sonundan etibarən tələbə qəbulu elan ediləcək. Vətəndaşlar həmin portala daxil olaraq 5 ixtisas seçimi edə bilərlər və ixtisas seçimləri əsasında onların attestat
qiymətlərin ortalamasına uyğun olaraq, həmçinin yüksək texniki peşə təhsili səviyyəsində isə buraxılış imtahanının ballarına əsasən sistem tərəfindən avtomatik olaraq yerləşdiriləcəklər. Yəni öz seçimləri, öz prioritetləri əsasında. Qəbulla onu qeyd edim ki, bu il rekord olaraq 32 mindən artıq plan yeri ayrılmışdır. Həmçinin həmin plan yerlərindən 75%-dən artığı dövlət vəsaiti hesabına olan plan yerləridir. Az öncə maraqdan danışdıq, peşə təhsilinə maraqdan. Yəni son illərin statistikası onu göstərir ki, peşə təhsilinə maraq hər il artır. Son 5 il müqayisə eləsək, 5 il əvvəl təxminən 14 min nəfər peşə təhsili almaq üçün müraciət edirsə və qəbul olurdusa, keçən il bu rəqəm 25 minə artıq çatmışdır. Bu ciddi bir dəyişimdir artıq. Bəli, 70%-ə yaxın artım deməkdir 5 il ərzində və bu ildə həmin artım tempini gözləyirik. Çünki vətəndaşların deyim ki, marağı artır, müraciət edənlərin sayı artır hər il və bu ildə güman edir ki, müraciət edənlərin sayı artacaq. Həmçinin yeni ixtisaslar da verilir. Hal-hazırda 150-yə yaxın ixtisas üzrə, müxtəlif ixtisas üzrə qəbul aparılır. 79 peşə təhsil müəssisəsi üzrə. Burada həm Peşə Təhsili Dövlət Agentliyinin tabeliyində olan peşə təhsil müəssisələri var, həmçinin Naxçıvan Muxtar Respublikasında yerləşən peşə təhsil müəssisələri var. Eyni zamanda özəl və digər qurumlara tabe olan peşə təhsil müəssisələri də var ki, onlara da qəbul mərkəzləşmiş qaydada aparılır. Bir məsələni qeyd etmək istəyirəm. Bax, insanların bu sahəyə marağından və ümumiyyətlə düşünürəm ki, artıq o ilbəil artan tempin əsas səbəblərindən də biri cəmiyyətdə gördükləri uğurlu nümunələrdir. Ümumiyyətlə bununla bağlı, bax o hansı ki peşə təhsilində uğurlu olub, bu sahədə artıq öz fəaliyyətini yaxşı şəkildə, uğurlu şəkildə quran insanlarla bağlı agentlik tərəfindən hər hansısa bir deyək ki, onların cəmiyyətə tanıdılması istiqamətində addımlar atılırmı? Belə deyim, yəni burada bir neçə modellər var ki, uğurlu nəticələr əldə edir. Həm dediyiniz kimi bizim məzunların işlə təminatında son illərin göstəriciləri, hansı ki biz son ili götürsək, təxminən 40% məzun birbaşa əmək bazarına keçid edib. Eyni zamanda illər keçdikcə bu faiz daha da yüksəlir. Onların yenə əmək bazarında uzun müddət qaldıqda iş tapma faizləri daha da yüksəlir. Eyni zamanda bizdə dual proqramlar tətbiq olunur ki, beynəlxalq nümunədən əsas götürərək bu proqramlar əsasında bir illik proqramlardır və bir il ərzində tələbə həm peşə təhsili müəssisəsində təhsil alır, həm də tərəfdaş özəl müəssisədə və ya dövlət müəssisəsində işləyir. Bu da onların ilin sonunda bir illik təhsillərini başa vurduqdan sonra əmək bazarına keçid imkanlarını artırır. Bu proqramlara baxdıqda faizlər daha da yüksəkdir. İşlə təmin olma faizləri təxminən 60-70% arasında dəyişir ki, həmin proqramların məzunları dərhal iş təklifləri alırlar və işə başlayırlar. Bu tipli nümunələr dediyiniz kimi məzunlarımızın və vətəndaşlarımızın xüsusilə 9-cu və 11-ci sinifi bitirən şagirdlərin peşə təhsilinə gəlmək meyllərini artırır. Bax, görüntülər də siz bizə göndərmişsiniz hazırda, izləyicilərimiz də görürlər. Bizim üçün maraqlı bir sualdır ki, ən çox qızlar yoxsa oğlanlar arasında peşə təhsilinə daha çox yönəlirlər. Yəni, Aytan, buyurun, Aytan xanım, sizdən eşidək. Bu artıq həm Kənan müəllim mövzusudur, həm mənim mövzusumdur, amma burada bir nüans var. Baxır hansı ixtisaslara. Məsələn, dərzilik ixtisasını daha çox qadınlar seçir. Amma son dövrlərin göstəriciləri gördük ki, qadınların peşəyə marağı 5 illik statistikaya nəzərən bu il daha çoxdur. Kənan müəllimə gəlir, rəqəmlər Kənan müəllimdə varsa bildirə bilər. Daha dəqiq rəqəmlərlə bildirsək, yəni son 5 ilə baxdıqda təxminən 30%-ə yaxın idi. 2020-ci ildə bu göstərici 30%-in aşağı idisə, keçən il 37% qadınlar təşkil edib peşə təhsilinə təhsil alanlar arasında. Yəni, həmçinin biz özümüzə də belə bir hədəf qoymuşuq ki, xüsusi təşviqatla qadınlarımızı daha çox cəlb eləyək, qızlarımızı daha çox cəlb eləyək peşə təhsilinə və bu ildə hədəfimiz odur ki, təxminən 40% qəbulda, təşviqatımız nəticəsində qızları cəlb eləyək. Təbii ki, bu ixtisasların ixtisasa fərqlənir. Elə onu soruşacaqdım ki, ümumiyyətlə, hansı bəs ixtisasa maraq daha çoxdur? Hansı sahələrə müraciətlər daha çoxdur? Son illərin göstəricilərinə baxdıqda onu deyə bilər ki, xüsusilə İKT sahəsində olan ixtisaslarda, əksər ixtisaslarda qadınlar üstünlük təşkil edir. Ya bərabərdir, ya üstünlük təşkil edir. Digər dairəlik də ənənəvi olaraq, xalçaçılıqdır, dərzilikdir. Bu tipli ixtisaslar təbii ki, ənənəvi olaraq qadınların üstünlük təşkil etdiyi ixtisaslardır. Amma sənaye sahələrində olan ixtisaslarda ənənəvi olaraq daha çox
oğlanlar üstünlüyü təşkil edir. Maraqlı məqam burada bir qeyd edə bilər ki, məsələn, aşpazlıq sahəsində, turizm sahəsində olan ixtisaslarda yəni ilkin gözlənti odur ki, qadınlarımız daha çox olsun, amma əksinə oğlanlar həmin ixtisaslarda daha çoxdur. Qeyd etdiniz, bayaq yeni ixtisaslar var. İstəyirəm o yeni ixtisasların biz sadalaya biliriksə, hansı ixtisaslar var, onları eşidək. Belə deyim, yeni ixtisaslar hər il əmək bazarının tələblərinə, həmçinin iqtisadiyyatın inkişaf istiqamətlərinə uyğun olaraq, eyni zamanda tərəfdaş işə götürənlərin tələbləri də nəzərə alınaraq yeni ixtisaslar açılır. Bu ildə istisna deyil, bu ildə yeni ixtisaslar nəzərdə tutulub. Bunlar rəqəmsal məzmun idarəçiliyidir, hansı ki yeni ixtisasdır, elektrik sayğaz quraşdırıcısıdır, yeni ixtisasdır, 3D oyun dizayneri var. Eyni zamanda 4-cü sənaye inqilabı ilə bağlı olaraq istehsalata rəqəmsal idarəetmə sistemləri, rəqəmsal inşaat. Bunlar bizim yeni bu il ilk dəfə qəbul aparacağımız ixtisaslardır. Təşəkkür edirəm, çox sağ olun. Biz təşəkkür edirik. Əlavə hər hansı bir təklif və tövsiyəniz varsa eşidək. Ayten xanım, buyurun. Bizi izləyən valideynlərimiz var, gənclərimiz var. Valideynlərə demək istəyirəm ki, övladlarını erkən yaşda kəşf eləsinlər. Onların xüsusi bacarıqlarını, bilik yox, bacarıqlarını valideyn həm müəllimdən, həm də cəmiyyətdən daha öncə görür. Peşəyə gəlin, peşə maraqlıdır. Təşəkkür edirik. Bir daha çox sağ olun gəldiyiniz üçün.